Bugün Pozitiv Psixologiya Mərkəzi düz 1 yaşını qeyd eləyir. Müxtəlif filialları var. Baş ofisləri Bakı şəhərində Azadlıq prospektində yerləşir. Bakı filialları da var. Azadlıq, Nərimanov filialları, Xırdalın, Sumqayıt, Quba, Gəncə filialları da aktivdir. Instagram səhifəsində də hal-hazırda ekranlarda görürsünüz. Və elə qonaqlarımız olacaq ki, bugün Pozitiv Psixologiya Mərkəzi haqqında məlumat verəcəklər. Sizə faydalı olmağa çalışacaqlar. Çünki mərkəzdə elə görüntülərdən də göründüyü kimi həm uşaqlar, həm də böyüklər üçün seansların keçirilməsi nəzərdə tutulub. Uşaqlarda nitq ləngiməsi, psixi längimə, zəka geriliyi, autizm spektr pozuntusu, Down, davranış problemi, öyrənmə çətinliyi, diqqət yayğınlığı, aqressiya, qorxular, yemə pozuntusu müalicə olunur. Böyüklərdə təşviş narahatlığı, depressiya, münasibət problemi, travma, boşanma, yas, obsessiya, travma sonrası stres pozuntusu, vaginizm xəstəlikləri müalicə olunur və qeyd etdiyim kimi bugün Pozitiv Psixologiya Mərkəzi artıq 1 yaşını qeyd eləyir və onlar bizim studiyamızdadılar. Xoş gəlib, səfa gətiriblər. Fidan Məmmədzadə və Nəsibə Tağıyeva özləri boş gəlməyiblər. Logoları ilə bərabər bu şirin paylar. 1 yaşımızı sizinlə birlikdə qeyd edək. Çox sağ olun, çox təşəkkür edirəm. Bax, göstərəcəm sizə belə yerə salmamaq şərti ilə Pozitiv Psixologiya Mərkəzinin bax belə bir şirin tortu, hansı ki bunu elə verilişdən sonra sizinlə bərabər şirin-şirin yeyib, şirin-şirin söhbət eləyəcəyik. Təbrik eləyirəm sizi, uğurlarınız bol olsun. Arzuluyuram ki, birin yanında hələ çox sıfırlar görək. Çünki bilirəm, çox məsuliyyətli, çətin bir işi öhdənizə götürmüsünüz və bu bir ildə də bu işi çox layiqincə yerinə yetirmişsiniz. Pozitiv Psixologiya Mərkəzi bizlə bərabərdir və mən bir daha qeyd edim, hal-hazırda Pozitiv Psixologiya Mərkəzinin rəhbəri, uzman ailə və uşaq psixoloqu Fidan Məmmədzadə bizlə bərabərdir. Xoş gəlmisiniz Fidan xanım. Və Pozitiv Karyera Mərkəzinin rəhbəri, uzman ailə və uşaq psixoloqu Nəsibə Tağıyeva da bizlə bərabərdir. Xoş gəlmisiniz. Təbrik eləyirəm sizi və kollektivinizi. Buradan yeri gəlmişkən bütün kollektivə uğurlar arzuluyuram. Bilirəm ki, çox böyük bir kollektivlə çalışırsınız. Bu bir il ərzində də çox böyük işlər görmüsünüz və elə istəyirəm Pozitiv Psixologiya Mərkəzinin rəhbəri Fidan xanıma ilk sualı ünvanlayım. Görək Pozitiv Psixologiya Mərkəzi bu 1 illik fəaliyyəti dövründə nələri edib, bu barədə məlumat verərdiniz mümkünsə. Çox sağ olun Günay xanım. Öncəliklə onu bildirim ki, 1 ilimizi sizlərlə keçirmək çox xoşdur. Təşəkkür edirəm. Bizi izləyən hər kəsdə salamlayıram. Və bəli, qısa bir müddət olmağına baxmayaraq, Pozitiv Psixologiya Mərkəzi olaraq çox böyük uğurlara imza atmışıq. Bizim üçün ən böyük uğur ondan ibarətdir ki, bir çox ailənin həyatına pozitiv toxunuşlar etməyə bacarmışıq. İstər uşaq olsun, istər yeniyetmə, istər eyni zamanda böyüklər də bizə müraciət edə bilərlər. Və qısa dönəm olmağına baxmayaraq 6 filialımız var. Bakıda sizin sadaladığınız kimi Binəqədi və Nərimanov ərazisində, Sumqayıt, Xırdalan, Quba və Gəncə şəhərlərində fəaliyyət göstəririk. Və bununla da kifayətlənmirik. Yaxın zamanda yeni filiallarımız da fəaliyyətə başlayacaq. Və əlbəttə ki, 1 il ərzində çox böyük bir komanda ilə fəaliyyət göstəririk və hər bir uğurun arxasında mənə görə komanda işi birgə fəaliyyət göstərdiyi. Bir mənalı belədir, bəli. Bəli. Və ən önəmli də çox böyük məsuliyyətlə çalışdığımıza görə düşünürəm ki, bu uğurlara imza atırıq. Buradan da komandamızın hər bir üzvünə təşəkkürümü bildirirəm bu uğurdan dolayı və ad günümüzdən də münasibəti ilə də hər birini təbrik edirəm. Sizin üçün çox vacib bir gündür, vacib bir tarixdir və mən də sevinirəm ki, bugün məhz Sağlam Gün ayda bu tarixi qeyd edirsiniz. 15 oktyabr tarixi, düz 1 il bundan öncə Pozitiv Psixologiya Mərkəzi fəaliyyətə başladı və neçə-neçə insanın həyatına işıq gətirdi və elə bizim Fidan xanımın da qeyd etdiyi kimi həm uşaqlar, həm yeniyetmələr, həm də böyüklər üçün müxtəlif seanslar keçirilir burada. Təbii ki, hər kəsin öz probleminə uyğun olan fəaliyyət növü və bilirəm ki, sizin fərqləriniz də var. İstəyirəm, o fərqinizi deyəsiniz. Bir şüarınız varmı? Hansı şüarı qarşınıza qoymusunuz? Hansı şüarın uğrunda mübarizəyə başlamışsınız? Bu 1 il ərzində hansı yolu getmişsiniz? Bu barədə də məlumat verərdiniz. Nəsbə xanımla mən özümüz bu sahədə 13 il fəaliyyət göstəririk və belə deyək, mərkəzlər daxilində olan o müəyyən boşluqları özümüz də müəyyən edirdik və Pozitiv Psixologiya Mərkəzinin fərqi ilk öncə ondan ibarətdir ki, qeyri-ixtisas heç kəs bizdə fəaliyyət göstərə bilməz. Hər kəs ixtisasına uyğun olaraq fəaliyyət göstərir. Yəni, çox gözəldir, bəli. Məncə bu bir çox sahədə olduğu kimi psixologiya sahəsində təəssüflər olsun ki, belə bir boşluq var və ən önəmli məqam, yəni biz təlim iş layihəsi ilə bərabər
paralel şəkildə fəaliyyət göstəririk. Bizə müraciət edən hər kəs təlim iş layihəsinə keçib daha sonra işlə təmin olunur. Bu barədə də Nəsbə xanım istərdi məlumat versin. Buyurun. Mən də ilk növbəmdə həm sizi, həm də ekran qarşısında bizi izləyən tamaşaçılarımızı da buradan salamlayıram. Təşəkkür Və edirik. Fidan xanımın qeyd elədiyi kimi bugün o qədər duyğu dolu anlarımız var ki, həm bir illik ərzində uğurlarımızla qarşınızdayıq, həm də bir növ bizim üçün bu hesabatdır da belə deyək ki, Pozitiv Psixologiya Mərkəzi və onun nəzdində təlim mərkəzi nə işlər görüb və Fidan xanımın dediyi kimi təlim mərkəzi olaraq biz ilk təlim iş layihəmizlə biz başladıq və bizim hal-hazırda 79 məzunumuz var ki, onlar sadəcə olaraq hal-hazırda bir kolleqamız olaraq deyil, eyni zamanda bizim gözəl uğurlarımızın arxasında olan böyük bir komanda olaraq birləşiblər və Fidan xanımın qeyd elədiyi kimi təlim iş layihəsinin ilk növbədə hər bir müsahibəsində hər zaman onu vurğulamışıq ki, bəli, ixtisasınız üzrə çox mükəmməl şəkildə, hətta vəkil ola bilərsiniz, hətta çox gözəl şəkildə müəllim ola bilərsiniz, amma bizim ixtisas şərtlərimiz bundan ibarətdir ki, ixtisası üzrə psixoloqlar olmalıdır, defektoloq logopedlər olmalıdır, eyni zamanda duyğu bütünləmə mütəxəssisləri olaraq reabilitoloqlar və idman ixtisası məzunları olmalıdır. Bu istiqamətə çox önəm veririk və ona görə də hal-hazırda uğurlarımızı da eyni şəkildə, rahat şəkildə deyə bilirik ki, bəli, mütəxəssisimizi də rahat tanıda bilirik və onun arxasında rahat dayana bilirik. Eyni zamanda təlimdən də rahat şəkildə oluruq ki, bəli, biz kimya təlimlər keçmişik, onu bilirik. Bu ona görə deyil ki, onlar öz ixtisaslarında universitet təhsilləri ilə formalaşmayıblar. Təbii ki, hər zaman qeyd eləmişik ki, biz sizə universitet təhsili vermirik. Biz Fidan xanımla 13 illik fəaliyyətimizin praktik şəkildə sizə göstəricilərini verdik. Bu çox önəmlidir. Bəli. Bax, uğurlarınız hər zaman bol olsun. Pozitiv Psixologiya Mərkəzi artıq 1 yaşını qeyd edir. Qısa aradan sonra söhbətimiz davam edəcək. Diqqətiniz bizdə olsun.